Salamlar, hər birinizi xoş gördük. Bugün mən sizlərə reklam hazırlamağı öyrədəcəm. Hansı proqramla mən hazırlayıram, onu sizə öyrədəcəm. Fotorum proqramı. Baxın, bu proqramı siz yüklüyorsunuz telefonunuza. Girirsiniz bura Play Marketə. Deməli, burada yazırıq. Gördünüz, Fotorum. Baxın, indi məndə proqram olduğu üçün, yəni məndə yüklüdür. Baxın, bu proqramı yüklüyorsunuz. Və sonra keçirik məsələn proqrama. Baxın, mən proqrama biz keçəndən sonra baxın, burada proqrama keçirik. Məsələn, tutam ki, burada axtarış yerində vururam. Hansısa bir priroda. Bax, belə bir şey. Bax, belə bir reklam gəlir. Görürsünüz? Və mən bunun üstünə buradan vurub, bu ətir şəklini buradan ləğv edirəm. Və sonra keçirəm proqrama. Deməli, sonra keçirəm tabeli proqramına. Misal üçün, məhsullar bölməsinə keçirəm. Deməli, buradan məhsullar bölməsindən mən keçirəm qulluq seriyasına. Məsələn, bədənə qulluq. Duş gelləri. Seçirəm buradan, məsələn, qırmızı duş geli. Bunun üstünə vururam. Baxın, belə, bu formada screen eləyirəm. Bunu screen elədim. Düzdürmü? Sonra keçirəm, məsələn, bu duş gelini screen eləyirəm. Və qiyməti yadımda saxlayıram ki, bunun kataloq qiyməti 4 manat 29 qəpikdir. Düzdür? Və keçirəm, məsəl üçün, burada tutalım ki, və yaxud da məsələn, bax, keçirəm Vitamaniya seriyasına. Vitamaniya seriyasına keçək. Baxın, burada qarpızlı gəldi. 28.75. Və mən bunu screen elədim. Sonra buna aid nə varsa burada düşürəm aşağı. Məsələn, bunun əl sabunu var. Məsələn, mən bir-bir hamısını screen elədim. Görürsünüz, screenlər gəldi, düşdü. Mən də burada məsələn, şəkil yerinə. Bax, bura düşdü. İndi keçirəm fotoruma. Baxın, keçdim proqrama. Mən də burada rəngə uyğun seçirəm. Misal üçün, belə bir şey seçirəm. Bunu buradan udalet elədim. Və burada görürsünüz, deməli, məndə rus dilindədir. Burada, baxın, bu var, stavit var. Bax, bunun üstünə vururam. Keçirəm bura. Buradan bir-bir məhsullar gətirib yığıram bura. Görürsünüz? Baxın, gətirib yığıram bura. Özümüz böyüdürük, balacaladırıq, səliqəyə salırıq. Deməli, baxın, xanımlar, mən 4 məhsulu yığdım burada. Və buradan istəyirəm ki, yazı yazam. Yazı yazanda burada A tekst var. Baxın, burada sağda bu tekst var. Keçirəm bura. Məsələn, dörtlü dərs yazırsınız. Cəmi. Mən məsələn, qiyməti üst-üstə gələcəm, kataloq qiyməti. Baxın, mən üst-üstə 4 məhsulun qiymətini, kataloq qiymətini hesabladım. 16 manat 26 qəpik elədi. Mən də burada qoyacağım 17 manat. Cəmi 17 azin. Saniyə. Yazırıq dörtlü dəst, duş geli, maye, sabun, bədən skrabı və bədən misti. Cəmi 17 azin. Belə yazdıq və bunu belə əlimizlə düzəliş edirik. Və mən burada rəngini qaraldacağım ki, biraz görünsün. Bir saniyə. Məhsulları mən aşağı çəkəcəm ki,
yazılarımız gülün altına itib batmasın. Baxın belə. Bu formada gördünüz, bax, dörtlü dəst, cəmi 17 azayım. Və buradan da gətirirəm, logomuzu qoyacağım. Deməli, gətirib buradan, keçib buradan mən logomuzu tapacağım. Bir saniyə, bizim logomuz. Bax, bu da bizim logomuzdur. Sadəcə burada bəzi yaxşı görünmədi. Belə səliqəli variantında ataram. Bax, belə bir logomuzu qoyuruq. Bu qədər. Rahat şəkildə paylaşırıq. Məsəl üçün, logomuz hazır. Buradan keçirik. Burada göstərir ki, сохранить в галерея və yaxud da ki, поделиться изображение. Mən yəni ki, paylaşırım. Сохранить eləmirəm. Atdım statusa və məhsullar qrupuna və buradan da işarəni seçirəm ki, hər kəs götürüb paylaşa bilsin. Bu qədər rahat.